Qulaq asın. İbrahim bəy, salam. Salam. Bu Malik Aras'ın 100 min dollarını niyə qaytarmırsınız? Şimdi danışılırdır. Adam pul veribdi Əlin Ağayevin qohumlarına, indi onu geri ala bilmir. Qardaş, mənlə nə əlaqəsi var? Məsələn, bilmədim. Çünki Malik Aras sizlə danışıbdı da, bağladı telefonu, bildik kimdir, tanıdı səsimdən, dəyərli dostlar, Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əlin Ağayev, qohumları Orxan Nağıyev, Kənan Nağıyev, Xəyyam Zülfüqarlı, Türk vətəndaşı Malik Aras'dan 100 min dollar pul alıblar, dələduzluq eləyiblər, pulunu geri qaytarmırlar. Pul alıblar ki, güya iş görəcəklər və nə pulunu qaytarıblar, nə də ki, işi görüblər. Bu adam əgər dürüst adam idisə, indi danışdığım İbrahim Mirzəyev özünü Malik Aras'a, Türk vətəndaşına, DTX rəisi Əlin Ağayevin birinci mavini kimi təqdim edib, o da alladıb. Amma Əlin Ağayevlə birgə İbrahim Mirzəyev, danışdığım adam və Malik Aras birgə danışıblar telefonda və boyun olublar ki, onun 100 min dollarını qaytaracaqlar. İndi başdan mən bunu müsahibəni bir neçə dəqiqəsini sizə göstərəcəm. Bu müsahibəni görmüşdünüz, amma İbrahim Mirzəyevin özü ilə bu dələduzla danışa bilməmişdim. İndi danışdım, telefonu üzümə adboy elədi. Əgər cəsarəti varsa, əgər dürüstdürsə, əgər yalancı deyirlərsə, əgər Əlin Ağayev dürüst adamdırsa, cavab verərdi, amma vermədi. Hələ də Əlin Ağayev bu skandaldan sonra vəzifələdirsə, Kül İlham Əliyevin təpəsinə, başqa şey demirəm mən, onu bu vəzifədə hələ də saxlayır. Normal ölkələrdə belə skandallar, belə söhbətlər DTX rəisinin adına çıxırdısa və sübuta da yetirilirdisə, onda onlar istefa verib gedərlər. Amma Əlin Ağayevdə neçə sifət var görəsən. İbrahim Mirzəyevlə neçə dəfə danışıb, amma deyib ki, İbrahim Mirzəyev söyün, danışın Əlin Ağayevin əleyhində. Qulaq asın dəyərli dostlar və bəyənin, paylaşın ki, daha çox insan izləsin. Bir şəkildə mən pulu göndərdim. Dövizdən göndərdim pulu, hər nəysə. Dedi ki, Malik bir 10 gün, 15 günə dedi, indi bunlar dedi birinci gündür, sipariş verirlər. İsviçrədən dedi bu makina gəlir. Görün adamın başına nələr açıblar. Dedim, problem yoxdur. Dedi, ən artığı... Üzr istəyirəm sizdən. Bu şəkildə görünən kimlərdir? Soldakı Xəyyam Zülfüqarlıdır, sağdakı da Orxandır. Orxan Nağıyev. Bir daha zəng eləyəcəm, görüm açacaq mı? Hə. Aha. Biri Orxandır, biri də Xəyyamdır. Bu dolu olan hansıdır, biraz arıq olan hansıdır? Arıq olan Orxandır, dolu olan da Xəyyamdır. Əlin Ağayevin qohumlarıdır. Orxan Nağıyev, Əlin Ağayevin bacısı oğludur, bilmirəm nə, qardaşı oğludur. Onun da qardaşı Kənan Nağıyev, Suraxanı rayon hərbi komissarıdır. Aha, aydındır. Nə oldu? Gəlmədi makina və yaxud da sizin 100 min dollarınızı qaytarmadılar. Necə oldu? Güya Sokarda bunlar bir iş görəcəkdilər. Səyyarı, yəni gəzən zapravka, yanacaq doldurma məntəqəsi işləyəcəkdilər Naxçıvanda, Azərbaycanda. Bundan pul istəyiblər ki, şərik olaq. Makina da yoxdur. Makina bugün gəldi, sabah gəldi. Orxandan otluq bir yerdə. Abisi Kənan gəldi. Kənan Suraxanı rayonu hərbi çağırışa dair dövlət xidmətinin rəisidir. Özür. Dedi ki, Kənangildə baxdım, o da şoföründən, zadından bir 3-5 nəfərlə gəldi. Əmuz uşaqları töküldülər, gəldilər ki, dedilər ki, bu Orxanlıq məsələ deyil. Get dedi, Nihatı, Xəyyamı, Musalı ver dedi polisə. Orxan dedi ki, get qabaqda dedi, Nərmanov polis idarəsi var. Get oraya. Dedi, mən telefon açıram, sənə kömək olsunlar. Getdim Nərmanova, Nərmanov polis idarəsi dedi ki, get nə bilim 9 nömrəliyə. 9 nömrəliyə getdim, dedi get 6 nömrəliyə. 6 nömrəli polis idarəsinə gedirəm, deyir get 7-yə. 7-yə gedirəm, deyir get 5-ə. Məni gecə 11-ə qədər beləcənə dolandırdılar, o yana, bu yana. Ən son bir dənə polis dedi ki, qardaş, dedi, sən bu ərzəyi yazsan, dedi, sən biz dedi, basacaq içəriyə. Sən dedi, buraya gəlməmişsən, dedi, sənin dedi, telefonun gəldi buraya. Xəbərin gəldi ki, yəni, sabahına dedi, sən
Fərqində deyilsən, səni polis idarəsi deyib dolandırırlar. Dedi, ərizə yazma dedi, qardaş. O da Naxçıvanlı idi, Allah razı olsun ondan. Dedi, qardaş, ərizə yazma da. Dedi, bax, sən dedi, dirədibsən bura, ərizə yazacağım deyə. Dedi, ərizə yazsan, dedi, səni biz burada tutub basacaq içəriyə. Ərizəyi dedi, yazma dedi, qoy dedi, dur, çıx get dedi. Belə ölkə olar ha. Pulu dedi, cəhənnəm elə. Dedi, cebiyə dedi, sən bunlar gətirərlər, narkotik qoyarlar, bir pox eləyərlər, başqa dedi, 50 dənə iş açarlar. Bu Azərbaycan vətəndaşı da deyil, xarici vətəndaş da görün nə qədər qudurublarsa, xarici vətəndaşa da belə dedilər. Türkiyə vətəndaşına. Bu Əlin Ağayev tərəfindən Azərbaycan və Türkiyə qardaşlığına, dövlətlər arası qardaşlığa, dostluğa bir ləkədir Əlin Ağayev. Dedi, cinayət işi yıxarlar. Dedi, qardaş, qoy get dedi Türkiyəyə. Dedim, hə, olsun, problem yox. Gəldim bu yana. Gəldi, qayıtdı Türkiyəyə və bir onu da qeyd edim ki, bu Türkiyədə olarkən pulu İğdırdan dövizçi, yəni qızıl alış-verişi və yaxud da ki, valyuta məntəqəsindən göndəribdi. Yəni rəsmi pulu 100.000 dolları bu Əlin Ağayevin qudurmuş qohumlarına bankla göndərməyiblər. Və bu Əlin Ağayevin də qızıl alış-verişində və abman valyutada böyük bir biznesi var. Və bu da qara bankçılıq həyata keçirməkdir. Qara bankçılıq işidir. Bilirsiniz bu nə deməkdir? Bu əslində nə deyim, mən biabırçılıqdır. Yəni rəsmi bankçılıq vergidən yayınmaq üçün Əlin Ağayev burada, yəni Azərbaycanda pulları rəsmi bank transferindən deyil, qızıl alış-verişi ilə, nə bilim, qaçaqmalçılıq formasında pulları alırlar, verirlər, xarici ölkəyə göndərirlər, xarici ölkədən qəbul edirlər, varlanırlar, milyardlar qazanırlar. Əlqələ söhbətimizdən kənarlaşmayaq. Qulaq asın. Aradan neçə ay geçdi, bölüm verdik, gene sabah verdik. Bölüm verdik, sabah verdik. Döndüm ben de ikinci ayın, yani 2025'in ikinci ayın biriydi, ikisiydi. Beləcənə döndüm DTX-ın saytına yazı yazdım. Bir ildən çox. Bir ildən sonra. Düzdür, bir ildən çoxdur. Döndüm DTX-ın saytına yazı yazdım. Aynı məsələyi yazı ilə DTX saytına yazdım, belə deyə. İkinci ayın 11'ində məni İbrahim Mirzəyev deyə bir dənə Arap nömrəsindən aradı. Bax, indi mənim başlanğıcda zəng etdiyim adam. Bir də indi mən buna zəng edəcəm. Görəcəm, görək, açırmı? Üz varmı açmağa? Məşğul verir. Məşğul verir. Mən buna bir səs göndərim. İbrahim bəy, niyə açmırsınız zəngimi? Mən normal sizlə danışıram və soruşuram ki, bu adamın pulunu niyə vermirsiniz? Əslində bəy deməyə də dilim gəlmirsə, deyim nə isə. Bu ayıbdır axı bu. Əlin Ağayevin adına bir ləkədir, adına bir ayıbdır. Əlin Ağayev Azərbaycan-Türkiyə qardaşlığına zərbə vurur. Bu doğru addımdırmı? Siz axı vasitəçi olmusunuz, boyun olmusunuz ki, yerinə yetirəcəksiniz, adamın pulunu qaytaracaqsınız. Niyə qaytarmırsınız? Göndərdim. İndi əgər sifəti olsa, yəni utanan sifəti olsa, ya cavab verər, ya adamın aparıb pulunu verərlər. Arabistan nömrəsindən aradı məni. 15 dəqiqə danışdıq. Ərəbistan deyərkən Birləşmiş Ərəb Əmirlikləri 97 ildir. Şərif numarası plus 971 nömrə ilə aradı məni. 71. Aha. 971 plus 971'li nömrə ilə aradı. Aha, tamam. Dedi, mən Əlin Ağayevin birinci köməkçisiyəm. Dedi, müraciət edibsiz bura. Dedim, düzdür. Dedi, nədir məsələ? Anladın. Mən də döndüm, aynı sizə anlattığım kimin oraya anlattım. 15 dəqiqə telefon danışığı oldu. Əkrəm qaydını da almışam, yəni 15 dəqiqə danışdığımıza dair. Dedi, mən birinci köməkçisiyəm. Əlin Ağayevin birinci köməkçisiyəm. Onun birinci köməkçisi yoxdur, bilmir. Yəni İbrahim Mirzəyev deyil. Əlin Ağayevin birinci köməkçisi Ceyhun Şadlınskidir. Özünü birinci köməkçi kimi təqdim edibdir, amma Əlin Ağayevin qara işləri ilə məşğuldur. Bax, bu şəxs. Hanı bunun şəklini göstərdim mən, dəyərli dostlar. Bax, bu şəxs. Qara işləri ilə məşğuldur. DTX-nın da qeyri-rəsmi, rəsmi əməkdaşıdır.
DTX-da olur. Əlin Ağayevin də qohumudur. Onun birinci Dedim köməkçi. sizi eşidir, ona göre dedi danışın. Söhbət bu şəxsdən gedir. Düzdür, düzdür, Aha. özüdür. Aha, buyurun. Ha, İbrahim müəllimlə danışdıq. Dedi nədir məsələ? Mən də aynı sizə anlattığım kimin 15 dəqiqə məsələni ən başdan ən axıra kimin anlattım. Dedim belə-belə məsələdir. Dedi sağ olun, aydındır. Dedi müəllim dedi deyir ki pul ödənəcəkdir, narahat olmaz. Dedim Əlin yaxşı, sağ ol. Ağayev deyir ki, pul ödəniləcək. Ödəniləcəkdir, quruşu-quruşuna ödəniləcək. Dedim yaxşı dedim, sağ olsun. Bəs siz nə bildiniz ki, Əlin Ağayev sizi eşidir? Bəlkə heç Əlin Ağayev eşitmirdi. Dedi ki yanımdadır. Dedi yanımdadır, dedi sizi danışır. Eşidir. Ali müəllim dedim yanınızda, dedi hə yanımda, dedim bir səs versin, dedi salam. Hı -hı. Dedim dedi məsələni indi anladın. Mən də döndüm məsələni anlattım. Dedi sizin hani bu sayta yazdığınıza göre dedi ne varsa dedi sayta yazdıklarınızı da dedi bir dedi deney. Ben dedim bana dəladuzluq eləyib dedim pulumu alıbdılar. Ali müəllimin dedim adını çəkibdilər. Adına göre dedim mən pul vermişəm bunun. Ali müəllimin adına göre dedim pul vermişəm. Dedim yani bunlar siz de bilirsiniz ki DTX xırda bir kurum değil. Hı -hı. Reisin adı çəkilirsə eğer onun adıyla dəladuzluq elənilirsə ya bunun cevabını Əlin Ağayev DTX reisi ya Əlin Ağayev mi verəcəkdi? Verənmirsə də o koltukta oturmasın. Vəssalam. DTX elə belə qurum yox, artıq bardaq olub DTX. Yalandan orada burada show film göstərməyə ehtiyac yoxdur. Qaxın icra başçısını tutdu, nə bilim. Qaxın icra başçısını niyə DTX tutmalıdır ki? Prokurorluq niyə tutmur ki? Polis niyə tutmur ki? Qaxın icra başçısı dövlətin təhlükəsizliyi ilə bağlı nə təhlükə yaradıbdı? Hə? DTX şovlar göstərir sadəcə. 6 ildir bu vəzifədədir Əlin Ağayev DTX-nı bardağa çeviribdi. Eldar Mahmudova şükür edir artıq. Şükür edirlər Eldar Mahmudova. Bizim Türkiyədə də DTX kimi mitimiz var. Onun adını heç kimsə çəkib də bir dənə qoxumunu siz eşidib siz bir yerdə bir dəladuzluq elədiyini eləyə bilməz. DTX rəisinin qohumları hansı ki Naxçıvanda olanlar Naxçıvanın hərbisinin dəmirlərini satırlar, oğurluyurlar, satırlar xaricə. Bu dövlət təhlükəsizlik xidmətini özü bu işlə məşğul olmalıdır. Amma Əlin Ağayevin qohumları hərbinin dəmir dümürünü satır, metallama satır. Aman Allah, bu nə ölkədir? Mən nəysə söz tapa bilmirəm. Onun sabahına kim vurulsun, tutub basarlar içəri. Yaxşı, Əlin Ağayev dedi ki, pulunuz ödəniləcək. Ödəndi mi? Yox, Əli müəllim demədi, yalan deyəm mənə. Dedi İbrahim bəy dedi ki, dedi Əli müəllim deyir ki pulunuz quruşu-quruşuna ödəniləcək. Dedim yaxşı dedim, sağ olsun. Dedi gözləyin sizə zəng eləyəcəklər. Aradan 3-4 dəqiqə geçti, geçmədi. Bir baxdım məni Kənan Ağayev aradı. Mən də bunu Suraxanının hərbi komissarı. Hamısı oğrudur, quldurdur. Milyonları yox, 100 milyonları var. Bunlar hələ polkovniklərdir, nə bilim, mayorlardır. telefonuna cavab vermədim. Naxçıvandan Xeyyam döndü məni aradı. Dedi Malik tez elə dedi Kənan abi səni arayır. Tez el telefonuna cevap ver. Səndən danışmaq istəyir. Kənan Ağayevlə sonra danışdım. Yani başka birinden sonra danışırdım. Kənan Ağayevlə danışdım. Dedim buyur abi. Dedim Malik dedi sen buraya yazı yazmışsan. Dedim düzdür yazı yazmışam. Dedim dəmdə dedim İbrahim Mirzayev adında bir tane adam zəng elədi. Onlara dedim danışdım. Ya mənim danışdığım adam İbrahim Mirzayev, Əlin Ağayevin sağ əlidir, bilmirəm, sol əlidir, bəlkə orta əlidir, ayağıdır, bilmirəm. Dedim Ali problem yoktu dedi sen dedi bu saatten sonra ne Orxan'ı tanıyırsan, ne Xeyyamı, ne Vusalı, ne Nihat'ı. Hiç kimseyi dedi sen tanımırsan, seni dedi alacağım məndədir kardeş. Sen dedi bu saatten sonra məni tanıyırsan. Dedim nəsə ayrı yerə də müraciət eləməyə lazım yoktu. Dedim tamam abi sağ ol. Dedi mənə şəxsiyyət vəsiqəsini at, dedi tez səni çağırıram Bakıya, gel burada pulu əlbəəl verəcəm səyə. Notarusdan dedi mənə bir dənə sənət verəcəksən. Dedim o problem yoktu da dedim sen ne vaxt dedim desem ben gelirim problem yok. Biletimi kesersen ya dedim ben keserim gelip çıkarıq oraya problem değil. Yaxşı dedim məndən xəbər gözlə.
Bir gün geçti, 2 gün geçti, 3 gün geçti, 5 gün geçti. Ha bugün, ha sabah, bugün, sabah, bugün, sabah. En son Kenan abiye dedim, abi dedim ben ne oldu dedim. Ben sen söz verdin ki dedim pul benlikte dedim. Ne Orkanlıkta, ne Xeyyamlıkta, ne dedim başka birini. Dedim alayım benlik değil. Pulu dedi kime verirsen dedi git ondan al. Hı. Yani da deməyim budur ki, yani bunlar nətər işitsə, valla bilmirəm mən. Yani yiyənləri də amma əlim-əlimi də heçə sayırlar. Hı -hı. Ondan Bəs sonra sonradan Əli Nağıyevlə və yaxud da İbrahim Mirzəyevlə danışmadınız? bir neçə dəfə İbrahim Mirzəyevə yazdım, dedim prezidentə müraciət eləyəcəm, prezidentə şikayət eləyəcəm. Heç oralı olub cavab da vermədilər. Yani bunlar, yani gördüyüm odur ki, Quran haqqı heç prezidenti də oralı saymırlar. Hı -hı. Hı -hı. Vəssalam. Əli Nağıyev bütün bunları da bilir. Çünki İbrahim Mirzəyev də bilir. Bax mən danışdım. Özüm danışdım. Üzümə ad boyladı. Çünki pulunu verməyiblər. Bilir. İbrahim Mirzəyev bilirsə deməli Əli Nağıyev də bilir. Bilirlər 100 min dollar bunlar üçün bilirsiniz nədir? Simiçka puludur. Amma sən kiməsə hədiyyə vermirsən ki, kiməsə kömək etmirsən ki, adamın halal puludur da. Sənin qohumların sənin adından istifadə eləyib, mən bu müsahibənin tam deyil, bir hissəsini vermişəm. Əvvəldə danışır, deyir ki, Orxan deməli Nağıyev deyib ki, bu malikarasa əmimlə danışıram mən. Əmimmi, dayımmı? Yəni Əli Nağıyevlə danışım, o dabro versin, özü də bu ləhcə ilə. Dabro versin, hə desin, biz işə başlayaq. Sən də pulu göndər. Bu adam da 100 min dolları göndəribdi. Və bunlar da Sokarda kimisə danışıblar, Sokara veriblərmi pulu, verməyiblərmi? Bu adam heç xəbəri yoxdur ki, indi o iş qalıb, varmı, yoxmu? Amma pulunu alıblar, nə işə şərik eləyiblər, nə də ki, pulunu geri qaytarırlar. Bir daha deyirəm ki, bu Azərbaycan və Türkiyə qardaşlığına bir zərbədir. Əli Nağıyev tərəfindən vurulan zərbədir. Bunu da belə bilinsin.